Herkese salam. Gelin bugün Devlet İmtahan Merkezi'nin tertip ettiği yeni tapşırık modeliyle tanış olaq. Bu tapşırık modeli yazı qabiliyyətinin yoxlanması için nəzərdə tutulmuşdur. Və diqqətinizi çatdırmaq istəyirəm ki, eyni zamanda bu tapşırıq modeli 2027-ci ildə imtahan verəcək 11-ci siniflər üçün nəzərdə tutulub. Bu il imtahan verəcək, yəni 2026-cı ildə imtahan verəcək 11-ci siniflər öz bildikləri əvvəlki qaydada imtahan verəcəklər. Ən az 3 cümlə ilə öz fikirlərini ifadə edəcəklər. Bu tapşırıq haqqındakı bütün qaydaları, bütün tələbləri, izahları, qiymətləndirmə meyarlarını bütün detallarıyla izah etdiyim videoda izləyə bilərsiniz. Gəlin bizdən nələr tələb olunacaq, onlara baxaq ilk növbədə. İlk bəndimizdə have a topic sentence deyir. Topic sentence əlbəttə ki, məlumatı olan müəllimlər bilir və bu haqda öz tələbələrini, öz şagirdlərini məlumatlandıracaqlar. Bilməyənlər üçün, öyrənmək istəyən müəllimlər üçün, yeni müəllimlərimiz üçün TKT kitabını oxumalarını tövsiyə edərdim. Əlbəttə ki, istəyənlər bu sertifikat üçün hazırlaşa da bilərlər. Burada bütün məlumatlar, topic sentence nədir, cohesive devices nədir, yazının neçə hissəsi var, hansı növlər var, bunlar haqqında bütün məlumatları buradan əldə edə bilərsiniz. Lakin gəlin burada topic sentence-ə baxaq. Topic sentence izahı belə verilib. A sentence that gives the main point or subject of a paragraph. Yəni bir paragrafın əsas ideyasını, əsas predmetini bizə verən cümlədir. Paragrafın ilk cümləsidir və biz bu cümləni oxuyanda başa düşürük ki, artıq paragraf sona qədər nədən bəhs edəcək. Məsələn, burada nümunələr var. Baxın, ilk paragrafımız və onun topic sentensi. I'm not sure I could say what my favorite lesson was. Mən deyir, əmin deyiləm ki, ən sevdiyim dərsin hansı olduğunu deyə biləcəm. Bunun ardınca siz fikirlərini davam etdirir. Biz artıq bu cümləni oxuyanda başa düşürük ki, bunu yazan şəxsin dəqiq bir fikir deyə bilmir bizə. Yəni, dəqiq bir fikri yoxdur, ən sevdiyi hansıdır. Yəqin ki, bir neçə fənni sevir və s. Növbəti topic sentensimizə baxaq. F bəndində. I studied French at school too, and I'm much more interested in languages now than I was then. Bu topic sentence-də isə artıq məktəbdə bir dil öyrənib, indi isə əvvəlkindən də daha çox maraqlanır dillərlə. Və sonrasında da təbii ki, bu fikri davam etdirəcək. Topic sentenceimiz yəqin ki, artıq bizə aydın oldu. Yəni, paragrafın əvvəlində veririk bu cümləni ümumi giriş olaraq paragrafımıza və artıq biz nədən bəhs edəcək bu fikri açıq şəkildə bildirməliyik topic sentence-də. Support your ideas with reasons, facts and or examples, at least two. Əsas məqamlardan biri ən az 2 səbəb, fakt və yaxud nümunə verilməlidir. Öz fikrinizi dəstəkləyən. Have a concluding sentence. Yekunlaşdırıcı, nəticə verən bir cümlə yazın. Sonda yazılmalıdır əlbəttə ki, bu. Gəlin baxaq bu nədir. Concluding sentence vermək üçün bəzi cohesive devices var. Yəni, birləşdirici ifadələr var. Bunlar hansılardır? Summary üçün, yəni xülasəmizi vermək üçün in conclusion, to sum up, overall, in short, in brief, in summary və s. Bunlardan ən çox istifadə olunan overall və in short, ən qısa, yadda qalan və ən çox istifadə olunanlar kimi bu ikisini yadda saxlaya bilərsiniz. For final result and consequence, yekun nəticə olaraq, therefore, consequently, as a result, ultimately kimi ifadələr var. Bunlardan da ən yadda qalan və çox işlək olanlarını seçib yadınızda saxlaya bilərsiniz. For highlighting key ideas, əsas ideyanı bildirmək üçün given the above, ultimately, thus və s. kimi ifadələr var. Siz sizə rahat olanlardan bir neçəsini yadda saxlayıb onları istifadə edə bilərsiniz. State both sides of the argument. Hər iki tərəfin, hər iki fikri müzakirə et. Lakin öz fikrini bildir. Baxın, burada demir ki, çaşqınlıq içində qal, iki fikirli ol, nəyə qərar verəcəyini bilməyin. Bunun yanlış anlaşılmasın. Sadəcə sualda nə deyir? Məsələn, should school uniforms be required for all students? Məktəbli uniformaları bütün şagirdlər üçün tələb olunmalıdırmı? Əlbəttə ki, burada iki tərəf olacaq. Bir tərəf deyəcək, bəli, olunmalıdır, digər tərəf deyəcək, xeyr, olunmamalıdır və bunlar hər biri səbəb gətirəcək. Siz öz fikrinizi topic sentence-də bildirirsiniz, paragrafınızda, yəni bu fikri irəli sürəcəksiniz. Daha sonra səbəblərinizi, nümunələrinizi gətirirsiniz. Nəyə görə, niyə, nə üçün, necə. Sonra verirsiniz digər tərəfin argumentini. Yəni,
Əlbəttə ki, belə bir yanaşma da var. Başa düşüləndir ki, bəzi insanlar bu cür düşünür. Bu da məntiqlidir ki, bu belə olsaydı belə olardı, bu buna görə belədir. Lakin yenə də concluding olaraq öz fikrini dəstəkləyirsən. Yəni öz fikrini mütləq açıq, aydın şəkildə baxın, clearly and logically express your ideas. Öz fikrini açıq, aydın şəkildə və məntiqli şəkildə ifadə et. Daha sonra use appropriate linking words. Linking words haqqında dəfələrlə danışmışıq artıq kanaldakı videolarda. Because, baxın nümunələrdə bir because also, however, for example, and so on və s. Stay focused on the topic. Bu da əsas məqamdır. Topikdən kənarlaşma, topik üzərində köklən. Mövzu nədir? Sənə sualda nə verilib, səndən nə cür bir cavab gözlənilir? Həmin mövzunu əhatə edən fikir yaz. Çox kənarlara getmə. Bu zaman bal itirəcəksən. Write in one paragraph, not in separate sentences or bullet points. Yəni, yalnız bir paragrafda yaz. Paragraflarınızın, cümlələrinizin arasında məsafələr qoymayın, alt-alta cümlələr yazmayın və yaxud yeni abzasdan başlamayın. Bir abzasdan ibarət mətn yazacaqsınız. Gəlin, indi nümunəyə baxaq. In my opinion, schools should have a solid uniform for all students to promote equality among them. Baxın, burada topic sentence'dir bu. Topic sentence. Nəyə görə topic sentence'dir? Gəlin baxaq. Mənim fikrimcə deyir, məktəblər standart bir uniforma tələb etməlidirlər. Yəni, məktəblərin standart bir uniforması olmalıdır bütün şagirdlər üçün. Nəyə görə? Onlar arasında bərabərliyi təmin etmək, aşılamaq, önə çəkmək, dəstəkləmək və s. Buna görə. Yəni, fikrimi verdim. Paragrafım artıq nədən ibarət olacaq? Hansı fikri mən dəstəkləyəcəm öz paragrafımda, öz abzasımda, mətnimdə? Bunu artıq bildirdim. Bu mənim topic sentensimdir. Eyni zamanda in my opinion kimi bir cohesive device da vermişəm cümləmdə. Devam edək. It would both save families with a limited budget from spending on various clothes and prevent students from being distracted and wasting time on clothing choices and fashion trends. Bəli, bu cümlə olduqca genişdir. Zəngin söz bazasına da sahibdir. It burada referring back, yəni əvvəlki fikrə istinaddır. Yəni, verdiyim fikir, məktəbli formasının olması hər iki tərəfdən faydalıdır. Həm valideynlərin, ailələrin müxtəlif geyimlərə, fərqli geyimlərə çoxlu xərcləməyinin qarşısını alacaq, pullarına qənaət etmələrinə kömək edəcək, həm də şagirdlərin fikirlərinin dağılmasına, nə geyinəcəm, dəbdə trenddə nələr var, bunlara qarşı olan diqqət dağınıqlarının qarşısını almalarına kömək edəcək. 2 səbəb verdim, 2 fakt verdim, fikrimi dəstəkləyən, bəli verdim. On the other hand, baxın, cohesive device-dir və artıq sən yeni bir fikir verirsən, bir mövzunun digər tərəfini verirsən, digər tərəfdən deməkdir özü də bu ifadə. On the other hand, some people strongly believe that wearing whatever you want is a way of expressing yourself, which is crucial in building self-awareness and confidence from a young age. Digər tərəfdən isə bəzi insanlar qəti şəkildə inanırlar ki, istədiyin şeyi geyinmək, özünü ifadə etməyin bir yoludur. Hansı ki, bu da öz fərqindəlik və öz güvənini erkən yaşlarda inkişaf etdirmək üçün, qurmaq üçün həll edici bir məsələdir, vacib bir məqamdır və s. Bu kimi bir fikir də irəli sürülür digər tərəfdən. Lakin, however, I think, yenə öz fikrimi dəstəkləyirəm. Baxın, ikinci tərəfin, digər tərəfin argumentini də irəli sürdüm, verdim. Bəli, belə bir fikir də var. Lakin, yenə də öz fikrimi dəstəkləyirəm. I think students have the freedom to choose what to wear outside of school. Yəni, onların əlbəttə ki, bu azadlıqları var və bu azadlıqları məktəbdən kənarda, onsuz da yerinə yetirirlər. In short, while some people may disagree, I am a firm supporter of school uniforms as they bring equality and focus to educational spaces. Qısacası, baxın, concluding cohesive device, yəni yekun nəticə verən, yekun nəticəni gətirən, summary verən cohesive device'imiz, birləşdirici ifadəmiz. Hərçənd ki, bəzi insanlar bununla razılaşmaya bilər. Mən qəti şəkildə dəstəkləyirəm ki, məktəbli uniformaları olsun, çünki onlar təhsil mühitinə, təhsil sferasına bərabərlik və diqqətin bir yerdə cəmlənməsini gətirir.
Yəni belə bir töhfə verir. Və onu da qeyd edim ki, bu esse 115 sözdən ibarətdir. Tələbimizdə isə ən az 100 söz olmalıdır verilib. Peki sizin cümlələrinizi hansı mürəkkəblikdə, hansı sadəlikdə verəcəyiniz, hansı ideyaları irəli sürəcəyiniz sizin özünüzdən asılıdır tamamilə. Sadəcə ümumi struktur bu cür olacaq. Bu əsas məqamlara diqqət etməlisiniz.